Qripin ən çox yayılma səbəbi mən dedim ki, koronavirus pandemiyasıdır. Çünki nəyə görə? Biz COVID-19 pandemiyasında biz karantin rejiminə girdik, daimi maskalar taxırdıq və nə oldu? Bir nəsil uşaqlar qrip virusunu görmədən böyüdülər. Və nə oldu? Daimi o maskadaydıq biz, daimi karantin rejimindəydik, uşaq heç bir virusdan təmasa keçmirdi. Və nə oldu? Pandemiya dönəmi, deyərəm ki, karantina yumuşaldıqdı, uşaqlar artıq cəmiyyət içərisindən çıxdılar və bəzi uşaqlar qrip virusunu ilk dəfə orada gördülər. Və bədən tanımayan, virusu tanımayan bədən necə mübarizə aparacağını bilmədi. Ona görə bu uşaqlarda xəstəlik daha ağır keçdi. Və bu gün də əslində dediyim kimi, xəstəyi ağır keçirdən insanların çoxunun ya immun sistemi zəifdir, bədəndə mübarizə aparacaq hüceyrələrimizin demək olar ki, antiferlərin və yaxud da hüceyrələrin səviyyəsi çox aşağıdır, ya da bədən immun sistemi yerində olmasına baxmayaraq düşməni tanımır.